Salam, hər vaxtınız xeyir olsun dəyərli şagirdlər. Baxaq dərs 8-ci izahına. Birinci sual. Nəyin törəməsi 2x eləyir? Bu aydındır ki, integral 2x dx 0-dan 2-yə. 2-ni atırıq çölə. Nəyin törəməsi 2x eləyir? Məlumdur da x kvadrat. Bir dəfə 2 qoyursan yerinə. 2-nin kvadratı çıxılsın 0-ın kvadratı. Verilir cavab 4. Bir də B variantı. 2-də xətləri ilə hududlanmış fiqurun sahəsini tapın. Sahəni tapmaq üçün birinci sərhədləri tapmaq lazımdır. Bunları bir-birinə bərabərləşdiririk. X-in kvadratı minus 2x plus 2-ni bərabər edilir 4 minus x-ə. Olur x-in kvadratı minus x minus 2 bərabər 0-a. Bu da x minus 2, x plus 1 bərabər 0-a. 2 ilə mənfi 1. Yazılır integral mənfi 1-dən 2-yə kimi. Birindən o birisini çıxırsa, mesela x kvadratı minus 2x plus 2'den çıxır o birisini. Çıxanda işarə dəyişir. Olur 4 plus x. Olur mənfi 1'dən 2'yə kimi. X'in kvadratı minus x minus 2 dx. Nəyin törəməsi x kvadrat eləyir? X kubu bölünsün 3'ün. Nəyin törəməsi x eləyir? X kvadratı bölü 2'nin. Nəyin törəməsi 2 eləyir? 2x'in. Mənfi 1'dən 2'yə kimi. Bir də 2 qoyuruq yerinə. 2 qoyub hesablayaq buranı. 8 bölü 3 çıxılsın. 2'nin kvadratı 4 bölü 2. 2 çıxılsın 4. Bundan çıxırsan mənfi 1 qoyursan yerinə. Eləyir mənfi 3'də 1. Minus 2'də 1. Plus 2. Buranı da hesablayaq. 3'də 8. Minus 6. Bu içərini atsaq. Plus 3'də 1. Plus 2'də 1. Plus 2. 3'də 8 o da 3'də 1. 3'də 9 yani 3. 3'dən 6 çıxdı. Mənfi 3. Üzərinə gəlsin 2,5. Mənfi 0,5. Yox. Üzərinə aslında bura minus 2 idi. Hə. Mənfi 3 minus 2 mənfi 5. Mənfi 5 plus 2,5. Eləyər. Yox. 2,5 yox. Bir dəqiqə. 3 mənfi 3 mənfi 5 plus 2'də 1. Mənfi 4,5, müsbət 4,5. Sahə mənfi olmaz deyə müsbətini götürdük. Gəldik üçüncü suala. A'dan B'ye fx dx budur. A'dan B'ye 4 tane gx budur. A'dan B'ye fx dx'i veriblər bizə 7. 4'ü çıxartsan çölə. A'dan B'ye gx dx'i veriblər mənfi 1,5. Altını böldüğünde 4'e. Buna ayrı yazar. A'dan B'ye 3 tane fx çıxılsın. A'dan B'ye 8 tane gx. Fx dediğimiz 7'dir. 7 koyarıq bura. Eləyər 21. Gx dediğimiz mənfi 1,5'dir. Mənfi 1,5 koyarıq bura. Burası mənfi 1,5. Eləyər 12. 21 plus 12 eləyər 33. Buradaki doğru cevap 33. Dördüncü sual. Xətləri ilə hududlanmış fiqurun sahəsini tapın. Hududlanmış fiqurun sahəsini tapmaq istəsə, bunları bərabərləşdirirsən bir-birinə. Mənfiyə vursun x kvadrat minus 4x plus 3 bərabər 0-a. 3 və 1. 3 və 1 eləyir. Deməli, indi yazacaqsın integral 1'dən 3'ə kimi, birindən o birisini çıx, bundan çıxaq 0'ı. Mənfi x kvadratı plus 4x minus 3'dən çıxanda 0 elə özü qaldı. Oldu dx. Nəyin törəməsi mənfi x kvadrat eləyir? Mənfi x kubu bölünsün 3'ün. Nəyin törəməsi 4 eləyir? 4x eləyir. 4'ü attın çölə, 1 vayda artırdın, böldün artırdığına. Nəyin törəməsi 3 eləyir? 3x'in. 1'dən 3'ə kimi. Bir də 3 qoyursan yerinə. 3 qoyaq hesablayaq. 3 qoyanda mənfi 27 bölü 3. Mənfi 9. Üzərinə gəlsin. 3 qoyanda 9, 4, 36, 2'ye böldüm 18. 3 qoyanda 20, 3 qoyanda 9. Bundan çıxırsan 1 qoyursan yerinə. Mənfi 3'də 1 plus 2 minus 3. Bunlar getdilər. Buranı atsaq, mənfini vursaq 3'də 1 minus 2 plus 3.
1 tam 3'te 1. Yani 3'te 4. Y variantı. Olur cevap Y variantı. 5 numaralı sual. Eyni sərhədlər olduğuna görə bir də integralın daxilində yazırsan. 1 plus kosinus 2x üzərinə yazsın 2 dənə sinus kvadratı x dx. Biz kosinusun dərəcə azalmasını biliriksə 1 plus kosinus 2x bölü 2'dir. Yani 1 plus kosinus 2x 2 dənə kosinus kvadratı x. Bunun yerine 2 dənə kosinus kvadratı x yazıram. 1'dən 4'ə 2'ni çıxartsam kosinus kvadratı x plus sinus kvadratı x. Burada eləyir bizdə 1. Nəyin törəməsi 2 eləyir? 2x'in. Bir də 4 qoyursan. Çıxırsan 1 qoyursan. 6. Olur D variantı. 5'in solda. Doğru cevap D variantı. 6. sual. Deməli, sinusun dərəcə azalması var bizdə və ya sinusun dərəcə azalması. Sinus kvadratı x 1 minus kosinus 2x bölü 2'dir. Çarpaz vuranda 1 minus kosinus 2x 2 dənə sinus kvadratı x. Onda 1 minus kosinus 2x'in yerinə 2 dənə sinus kvadratı x yazıram. Bu sinus 2x'in yerinə 2 dənə sinus x kosinus x yazıram. Bölünsün sinus x minus kosinus x. İntegral pi bölü 3'ten pi bölü 2'ye kimi. Yuxarıdan biz, yuxarıdan 2 dənə sinus x'i çıxardıram. Qalır sinus x minus kosinus x. Bölünsün sinus x minus kosinus x. Bunlar gedir. Qaldı burada integral pi bölü 3'ten pi bölü 2'ye kimi 2 dənə sinus x. Dx. Nəyin törəməsi 2 sinus x eləyir? Mənfi 2 kosinus x'in törəməsi. Pi bölü 3'ten pi bölü 2'ye. Bir dəfə pi bölü 2 qoyursan yerinə. Mənfi 2 dənə kosinus pi bölü 2. Bundan çıxırsan pi bölü 3 qoyursan yerinə. Mənfi 2 dənə kosinus pi bölü 3. Kosinus 90 dərəcədə 0 alır. Mənfi mənfi dəyər olur müsbət. Kosinus pi bölü 3 60 dərəcə. 2'də 1 alır. 2'ye dayanda olur 1. Doğru cevap 1. 7. sual. İntegral 1'den 2'ye kimi 4 tane x üstünde 3,5. Bura kök altında x, x üstünde 0,5 deməkdir. X 1'den 2'ye 4 tane böləndə üstlər çıxılır. X'in kubu dx. Nəyin törəməsi 4x kubudur? X üstünde 4'ün. 1'den 2'ye kimi. Bir də 2 qoyursan yerinə olur 2 üstünde 4. Çıxırsan 1 qoyursan yerinə 1 üstünde 4. Eləyir 15. 15. 8 numaralı sual. Tənliyinin köklərinin hasilini tapın. Nəyin törəməsi 3x kvadrat eləyir? X kubunun. Nəyin törəməsi 6x eləyir? 6'nı atırsan çölə. 1 vayda artırırsan. Bölürsən 6. Nəyin törəməsi 4 eləyir? 4x'in. 0'dan a'ya. Bir dəfə a qoyursan yerinə. Olur a kubu minus 6a kvadratı bölü 2. Üzərinə yazsın 4'a. Çıxırsan 0 qoyursan. 0 qoyanda 0 eləyir də onsuzdan. Minus 8'e. A kubular getdi. Eyni tərəfə yığaq. Bunu gətirə bu tərəfə. 3a kvadratından a kvadrat çıxırsan 2a kvadratı. Minus 4'a minus 8 bərabər 0'a. 2'ye bölürsən a kvadratı minus 2a minus 4 bərabər 0'a. Tənliyinin köklərinin hasilini tapın. Köklərin hasili mənfi 4. Uyğunluğu müəyyən edin. Yuxarını düstur kimi açaq. Kub düsturu kimi. Sinus x plus kosinus x. Sinus kvadratı x minus sinus x kosinus x.
Üzerine gelsin kosinüs kvadratı x. Bölünsün 1 minus sinüs x kosinüs x. Təbii ki, sizler de görürsünüz ki, bunlar eyni şeydir. Çünkü bunların cəmi 1 eləyir. Burada qalır integral sinüs x plus kosinüs x. Nəyin törəməsi sinüs x edir? Mənfi kosinüs x'in. Nəyin törəməsi kosinüs x edir? Sinüs x'in. Bir də c. Birə uyğundur B variantı. Gəldi 2'ye. 3 minus kosinüs kvadratı x bölünsün kosinüs kvadratı x. 3'ü belə yazarıq da 2 plus 1 kimi 1 minus kosinüs kvadratı x bölünsün kosinüs kvadratı x. Bunu da ayrı-ayrı kəsr formasında yazarıq. 2 üstünə yensin. Bunun yerine yazarsan sinüs kvadratı x bölünsün kosinüs kvadratı x. Ayrı-ayrı kəsr formasına keçsək 2 böl kosinüs kvadratı x üzerine gelsin sinüs kvadratı x böl kosinüs kvadratı x. 2 böl kosinüs kvadratı x. Bu bize verəcək nəyi? Nəyin törəməsi 2 böl kosinüs kvadratı x edir? Bak burada tangens kvadratı x de yarandı. Nəyin törəməsi tangens kvadratı x edir? Onu elə belə yazmadan da ayrı-ayrı da yaza bilərdik də belə deyək də. Burada elə ayrı-ayrı kəsr formasında yazsaydım belə olardı. 3 böl kosinüs kvadratı x minus kosinüs kvadratını kosinüs kvadratına böləndə 1 dx. Nəyin törəməsi 3 böl kosinüs kvadratı x'dir? 3 dənə mənfi 3 dənə kotangens x'in. Nəyin törəməsi 1'dir x'in üzərinə yazsın c. 2 uyğundur A variantı. Bunu ayrı-ayrı kəsr formasına keçək. 3 böl sinüs kvadratı x minus sinüs 1 dx. Nəyin törəməsi 3 sinüs kvadratı x eləyir? Bayağı burada doğru yazdı daha. İkinci daha. Nəyin törəməsi sinüs kvadratı x eləyir? Bax, kotangens x'in törəməsi nə eləyir? Onda düz yazmamışım orada. İkincidə. Kotangens x'in törəməsi 1 bölünsün kosinüs kvadratı x eləyir. Hə, düz yazmışam. Tangens x'in törəməsi nə eləyir? Tangens x'in törəməsi yox. 1 böl kosinüs kvadratı x eləyir. Tangensin məxrəcində kosinüs yerləşir. Bu 1 böl sinüs kvadratı x-dir. Mənfisini. Buraya eləyir bizdə. Mənfi 3 dənə. Nəyin törəməsi 1 böl sinüs kvadratı x? Kotangens x minus x plus c. Bura uyğundur A variantı. O birisinə uyğundur isə tangenslə olan. 3 dənə tangens x minus x plus c. İkinciyə uyğundur C variantı. İkincidə mən dostlar səhv yazdım. Bunu bilməlisiniz ki, tangensin törəməsi 1 böl kosinüs kvadratı x. Mən onu bayağı orada qarışdırdım. 10. Eyni sərhəddə eyni integralın daxilində yazar. A-nın kvadratına bərabərdir. Bunların cəmi elədi 1. 5'dən A-ya 2x plus 1. Nəyin törəməsi 2x edir? Yəni ki, kayıt davam edir də dayanmıyor. Burada 10 nömrəli suala baxırdıq. Hə. Eyni integralın daxilində yazıram 5'dən A-ya. Toplayanda bunları eləyər 2x. Yəni daha bu integralı silirəm də buradan. Eyni integralın daxilində yazıram. Çünki sərhədlər eyni isə bir dənə integralın daxilində yaza bilərsən. 2x sinüs kvadratından kosinüs kvadratının cəmi 1. Bərabər A kvadrat. Nəyin törəməsi 2x eləyir? X kvadratının. Nəyin törəməsi 1 eləyir? X-in. 5'dən A-ya bərabər də A kvadratı. A qoyursan yerinə. A kvadratı üzərinə gəlsin A. Çıxırsan 5 qoyursan yerinə. 5 qoyanda eləyər 30. Bərabərdir A-nın kvadratına. Deməli, buradan A-nın kvadratları getdi. A nəyə bərabərdir? 30'a.
Bir bərabərliyindən A-nı tapın. A bərabərdə 30. Onun sualda cavabımız olur 30. 11-ci sual. Deyir funksiyanın ibtidai funksiyalarının ümumi şəklini tapın. İbtidai funksiya ümumi şəklini. 10x üstü 9 üzərinə gəlsin 3. Dx. Nəyin törəməsi 10x üstü 9 eləyir? X üstü 10'un. Nəyin törəməsi 3 eləyir? 3x'in. Bir də üstünə gəlsin c. X üstü 10 plus 3x plus c. Olur A variantı. 12-ci sual. Qruqlara ayırırsan dərhal. Yuxarına ayırırsan x çıx 1, x plus 1. Plus 1'lər gedir qalır x çıx 1. Nəyin törəməsi x eləyir? X kvadratı bölü 2'nin. Nəyin törəməsi 1 eləyir? X'in. 1'dən 2'yə. Bir də 2 qoyursan. Olur 4 bölü 2 çıx 2. Bundan çıxırsan. Yerinə 1 qoyursan. 1 qoyanda 2'də 1 çıx 1. Bura bizdə eləyir 4 bölü 2. 2, 2'dən 2 çıxdı 0 getdi. Bura mənfi 2'də 1 eləyir. Qamanda olur müsbət 2'də 1. Cavab olur 0,5. 13 nömrəli sual. Deyir funksiyasının qrafikinin 1,27 nöqtəsindən keçən fx ibtidai funksiyası üçün bunun ibtidai funksiyası 4x kubu üzərinə gəlsin 2x'in ibtidai funksiyası. Nəyin törəməsi 4x kubu eləyir? X üstü 4'ün. Nəyin törəməsi 2x eləyir? X kvadratı plus c'nin. 1,27'dən keçir. 1 veriləndə 27 alınır. 1 ver. 1 plus 1 plus c bərabərdir 27'yə. Buradan c bərabərdir 25'ə. Deməli funksiyamız belə oldu. X üstü 4 plus x kvadratı plus 25. İndi de f mənfi 2'ni tap. Mənfi 2 qoyursan yerinə. Mənfi 2 qoyursan edir 16 plus 4 plus 25. Elədi 45. 13 nömrəli sual. Getdi növbəti suala. On dörd nömrəli sual. Deməli uşaqlar kosusun dərəcə azalmasını biliriksə, kosus kvadratı x'in dərəcə azalması 1 plus kosus 2x bölü 2'dir. Yəni 1 plus kosus 2x'in yerinə 2 dənə kosus kvadratı x qoyursun. O 2 də bundan gedir. Burada olur mənfi pi bölü 2'dən pi bölü 2'yə kimi kökün altında kosus kvadratı x. Siz də bilirsiniz ki, kökün altından modul çıxır. Modulda kosus x çıxır. Baxırsan mənfi pi bölü 2'dən pi bölü 2'yə bizdə bu 2 dənə rubdur. 4-cü və 1-ci rubdur. Və bu rublərdə də bilməlisən ki, bu rublərdə kosus müsbət qiymət alır. Ona görə modulda müsbət olduğu kimi çıxır. Modul gedir öz işinə. Onda nəyin törəməsi kosus x edir? Sinus x-i. Mənfi pi bölü 2'dən pi bölü 2'yə. Bilirsən? Bir daha pi bölü 2 qoyursan edir 1. Çıxırsan mənfi pi bölü 2 qoyursan mənfi 1. Cavab olur 2. Hududlanmış figurun sahəsini tapın. 15 nömrəli sual. Bərabərləşdirirsən bir-birinə. 2x minus x kvadratını bərabərsən 0'a. X'i çıxarsan 2 minus x bərabərdir 0'a. X bərabərdir 0, x bərabərdir 2. 2 dənə qiymət tapırsan. Onda yazırsan ki, integral 0'dan 2'ye kimi. Bircə dəqiqə. Bir dəqiqə. Deməli 15 nömrəli sual. Deyir, xətləri ilə hududlanmış figurun sahəsini tapın. Bərabərləşdiririk bir-birinə. X'i çıxarsa 2 minus x bərabər 0'a. 0 bir də x bərabərdir 2. İntegral 0'dan 2'ye kimi. Birindən o birisini çıxırsan. 2x minus x kvadratından çıxırsan 0 elə özü qalır. Nəyin törəməsi 2x edir? X kvadratının. Nəyin törəməsi x kvadratı edir? X kubu bölü 3'ün. 0'dan 2'ye. Bir də və 2 qoyursan yerinə. Olur 4 çıxılsın. 3'də 8. 0 qoyanda zaten 0 edir də. 3'də 4 edir. Bura olur 3'də 4. Yaşamışsın.
15-ci sual. Daha doğrusu 16-cı sual. 1-dən 8-ə fx dx 14'dür. Bu 2024'ün blok sualıdır səhv etmirəmsə. 1-dən 8-ə fx dx 14'dür. Deməli, tutaq ki fx funksiyasının ibtidai funksiyası böyük fx. Onda 1-dən 8-ə kimidir? Bu bərabərdir 14. Yəni bir dəfə 8 qoyursun yerinə. Olur f8 çıxılsın f1 bərabər 14'ə. Burada da tutaq ki böyük fx'dir. O da 1-dən 13'ə kimidir? Bərabər 9. Bir dəfə 13 qoyursan yerinə. f13 çıxılsın f1. Bu bərabərdir bizdə 9'dur. Burada isə 8-dən 13'ə soruşur. Yəni 4 dənə f13 çıxılsın f8'i soruşur. Da bir dəfə 13 qoyursan yerinə çıxırsan, bir dəfə 8 qoyursan. Onda mən belə görürəm ki, buradan aşağıdan yuxarına çıxsam bunlar gedir. F13 çıx F8 bərabər olur. 9'dan 14 çıxanda -5'ə. -5 ilə 4'ə vurdun, oldu cavab -20. Yəni 16-cı sual cavab olur. Bizdə Y variantı. 16-cı sual cavab olur Y variantı. 17-ci sual. A və B natural ədədlər üçün AB hasilini tap. Baxın burada belə eləyək də, nəyin törəməsi x kvadratı eləyir? Deməli, bizə də davam edirik onun. On 17 nömrəli sual dostlar. 3 dənə nəyin törəməsi x kvadratıdır? X kubu bölünsün 3'ün. 1-dən 2'yə. Nəyin törəməsi x-dir? X kvadratı bölünsün 2'nin. Qabağında da 2 var. A'dan B'yə. Bunlar getdilər. 2'lər getdilər. 2 qoyursan yerinə eləyir 8 çıxılsın 1 bərabərdir. B qoyursan yerinə olur B kvadratı çıxılsın A kvadratı. Beləliklə B kvadratı minus A kvadratı bərabərdir 7'yə. Bunu da vurğulara ayırsan B çıxar. B plus A bərabərdir 7'yə. Hasili 7 eləyəcək natural ədədlər 1 ilə 7. Ona görə B çıxar bərabərdir 1'ə. B plus A isə bərabərdir 7'yə. Tərəf-tərəfə toplasaq bunlar gedir. 2B bərabərdir 8'ə, B bərabərdir 4'ə. B'miz oldu 4, A'mız da oldu 3. AB hasilini tapın 12. 17-ci sualda oldu cavab. 18-ci sual. Bunu gətirək bu tərəfə, sol tərəfə keçirdək. Minus bərabərdir buna. Yerlərin dəyişəndə və 6 ilə B-nin yerinə dəyişəndə baxın, A-dan B-yə fx dx yerlərin dəyişəndə qabağını mənfi atırsın. B-dən A-ya fx dx. Yəni yerlərin dəyişəndə işarə dəyişir. Qabağına mənfi atırsan, bura eləyir plus. Yerlərin dəyişsən 6-dan B-yə yazırsan. Eyni sərhəddin daxilində sərhədlər eynidir, eyninin daxilində yazsan 6-dan B-yə kosinus kvadratı x plus sinus kvadratı x. İşte bunda 6. Bura eləyir bizdə 1. Nəyin törəməsi 1'dir? X-in 6-dan B-yə bərabər 2'də bunda 6. Bir dəfə B qoyursun yerinə. Bir dəfə 6 qoyursun yerinə. Bərabər 2,6. B bərabərdir. 2,6'nın üstünə 6 gəlirsə, edir 8,6. Yəni B variantı. On 19. Deməli, nəyin törəməsi 1 bölü x eləyir? Ln x-i. 3'dən A-ya bərabərdir. 3'dən ln 2. A qoyursan yerinə. Ln A çıxılsın. Ln 3 bərabərdir. 3'dən ln 2. Çıxmazsa bölməyə keçsin. Ln A bölünsün 3 bərabərdir. 3'ü də verirsən bura. Kəlləsinə olur. Ln 8. A da bərabərdir 24'ə.
20 sual keçən ilin blok sualıdır. Deməli bu xətti funksiyadır. Y bərabərdir kx plus b-dir. Gördüyünüz kimi b-si 1-dir. Y bərabərdir kx plus 1 bu şəkildədir. Və bunun burada k-sını tapaq tangent sayfanın qarşının bitişiyə. 1-in 1-ə olan nisbəti 1 eləyir. Amma kör bucaqlıya mənfi 1. Onda mənfi x plus 1-dir. İntegral mənfi x plus 1. Nəyin törəməsi mənfi x eləyir? Mənfi x kvadratı bölü 2-nin. Nəyin törəməsi 1 eləyir? X-in plus c. Olur y variantı. 21. Hududlanmış figurun sahəsini tapın. Yenə bərabərləşdirirsən bir-birinə. 2x plus 3 bərabər edir 3 minus x-ən. Üstlər getdilər. Mənfi x kvadratı plus 3x bərabər 0-a. X-i çıxardıram çölə. Olur mənfi x plus 3 bərabərdir 0-a. X bərabər 0, x bərabərdir 3. Yazıram integral 0-dan 3-ə kimi. Birindən o birisini çıxıram. Mənfi x kvadratı plus 2x plus 3-dən çıxıram o birisini. Çıxanda işarə dəyişir əksinə. Bunlar gedir. Olur 0-dan 3-ə kimi mənfi x kvadratı plus 3x. Nəyin törəməsi mənfi x kvadrat edir? Mənfi x kubu bölünsün 3-ün. Nəyin törəməsi 3x edir? 3x kvadratı bölü 2-nin. 0-dan 3-ə kimi. 0 qoyanda zaten 0 edir. 3 qoyaq yerine. 3'ün kubu 27 bölü 3. Mənfi 9. 3 qoyanda 9. 3'ün 27 bölü 2. 13,5. Çıxanda eləyər 13,5-dən mənfi 9 çıx. Bu da eləyər bizdə 4,5. 22-ci sual. 22-ci sualda bu yuxarıda 6pi yazsaq düz alınacaq. Sinus alfa vur sinus bettanın asılışını bilməlisiniz aşağılar. 2'də 1 kosinus alfa minus betta minus kosinus alfa plus betta. Onda burada olar 0'dan 6pi'yə kimi 2'də 1 kosinus alfa minus betta. Kosinus alfa minus betta bizdə eləyəcək nə? Kosinus x minus 2x. Eləyər kosinus x. Çıxılsın. Kosinus alfa plus betta. X-dən 2x'in cəmi 3x. 2'də 1 atıram çölə. Nəyin törəməsi kosinus x edir? Sinus x-in. Nəyin törəməsi kosinus 3x edir? Sinus 3x bölünsün 3'ün. 0'dan 6pi'yə. Bir də və yerinə 6pi yazıram. 6pi yazsam onsuz da sinus pi kalarda 0 eləyir. 0 da yazsam 0 eləyir. Cavab 0. 20 tənliyin 2 bərabər kökü var. Nə y-ə görə törəmədir? Nəyin törəməsi 2y eləyir? Y kvadratının. Nəyin törəməsi 5a eləyir? 5ay-in. 0'dan x-ə kimi bərabərdir 6a kvadratının. X qoyursan yerinə olur x kvadratı minus 5ax. 0 qoyanda zaten 0 eləyir. Minus 6a kvadratı bərabər 0'a. Tənliyin 2 bərabər kökün olması üçün diskriminant 0 olmalıdır. B kvadratı 25a kvadratı minus 4ac. 9a kvadratı bərabərdir 0'a. A da bərabərdir 0. Burada da cavab 0. Düz xətləri ilə məhdud olan figurun sahəsini tapın. Bunları bir-birinə bərabərləşdirirsən. 2 kök altında x-i bərabər etsən 6'ya. Kök altında x bərabərdir 3'ə, x bərabər 9'a. Onda integral 1'dən, bir dənə sərhəddi verib də sənə, 1'dən 9'a kimi, birindən o birisini çıxırsan. 6 çıxılsın 2 kök altında x. Dx. Nəyin törəməsi 6 edir? 6x'in. Nəyin törəməsi 2 kök altında x edir? 2 kök altında x. Və 2 attım çölə. Qaldı kök altında x. Düzdür? Kök altında x üstündə nə deməkdir? 2'də 1'dir. Bir vahid artırırsan 2'də 3, bölürsən artırdığını 2'də 3'ə. 1'dən 9'a. Bu 2 qalxır dəyər yuxarı olur 4. Olur 4 da belə. Bir dəfə 9 qoyursan yerinə. 6 9'un 54 çıxırsan. 4 vurulsun 9'un üstündə 2'də 3 bölünsün 3. Bundan çıxmalısan
1 qoyursan yerinə. 1 qoyanda 6 çıxılsın 3-də 4. 9 3-ün kvadratıdır. Bundan bu getdi. 3-ün kubu 27. 3'e böldün. 9. 9'a 4 36. 54'ten 36 çıxdı. 18. 18 minus 6 plus 3'də 4. Buraya eləyir bizdə 12. Üstünə gəlsən 3'də 4'ü. 3'də 40. 25. 1 tam onda 5. X. 1 tam onda 5'i attın söyle. X kvadratı bölü 2. Neyin törəməsi 2 edir? 2x'in 1'dən 4'ə kimi. Bir dəfə 4 qoyursan yerinə. Olur 1 tam onda 5 vurulsun 4'ün kvadratı bölü 2. Çıxırsın 4 qoyanda eləyir 8. Bundan çıxırsan 1 qoyursan yerinə. Eləyir 1 tam onda 5 bölü 2 çıxılsın 2. 4'ün kvadratı 16. 16 2'ye böldün 8. 8'i 1 tam onda 5'e vurdun. 12. 12'den 8 çıktın 4. 4 minus 0 tam 1 tam onda 5'i 2'ye bölürsün. 0 tam %75. 0 tam %75'ten 2 çıkırsın. Elir 1 tam %25 mənfisiyle. Üstüne de yanında 5 tam %25. 26. fx funksiyası fx'in iptidai funksiyasıdır. Bunun iptidai funksiyası 2x minus 5'in iptidai funksiyası böyük fx. X kvadratı minus 5x plus c. Neyin törəməsi 2x eləyir? X kvadratının. Neyin törəməsi 5 eləyir? 5x'in plus c. Bura böyük fx. Böyük fx bərabərdir. X kvadratı minus 5x plus c'dir. F0 3'e bərabərdir. 0 qoy. 0 minus 0 plus c bərabərdir 3'e. Deməli c3 imiş. C3 imişsə F1'i soruşur. F1'i soruşsa x'in yerine 1 yaz. 1 minus 5 plus 3. Mənfidir. Oldu. 27. 3'ü atırsam söyle. Neyin törəməsi kosinus pi bölü 6 minus x eləyir? Sinus pi bölü 6 minus x'in. Bölürsən x'in əmsalına. Yəni mənfi 1'ə. Olur belə. 0'dan 2 pi bölürsən. Bir dəfə 2 pi bölü 3 qoyursan yerinə. Bundan çıxırsan 0 qoyursan yerinə. Sinus pi bölü 6 minus 0. Pi bölü 6 bizdə 30 dərəcədir. 2 pi bölü 3 isə 120'dir. Sinus 91. Burada eləyir mənfi 3. Plus 3 dənə sinus pi bölü 6'da 2'də 1. Mənfi 15. Funksiyasının qrafikinin 1,27 nöqtəsindən keçən iptidai funksiyasını tapın. Nəyin törəməsi 4x kubu eləyir? X üstündə 4'ü. Nəyin törəməsi 6x eləyir? 6'nı atırsan 1 vaid artırıb bölürsən artırdığını. 3x kvadrat. Plus c. 1,27'den keçir. 1 verəndə 27 alınır. 1 plus 3 plus c bərabərdir 27'yə. Onda c bərabərdir 23'ə. Yəni funksiya belə oldu. X üstü 4 plus 3x kvadratı plus 23. Mənfi 2 olduqda hesablayın. Mənfi 2 ver. 16 plus 12 plus 23. 28 plus 23. $29 nömrəsi son. İntegral 0'dan 2'ye kimi x'in kvadratını çıxardıram. X plus 1. Buradan da x plus 1 bölünsün x plus 1. Deyiz. 0'dan 2'ye kimi x plus 1'i çıxarsaq qaldı x kvadratı plus 1 bölünsün x plus 1. X plus 1'lər gedir. Nəyin törəməsi x kvadratı eləyir? X kubu bölünsün. Nəyin törəməsi 1 eləyir? X'in. 0'dan 2'ye kimi. Bir dəfə 2 qoyursan yerinə. Olur 3'də 8 plus 2. Çıxırsan 0 qoyursan. 0 qoyanda zaten 0 eləyir. 3'də 8 plus 2'dir. 3 ortaq məxrəc 3'də 14. Oldu avaryant.
30 nömrəli sual. Kök altında x minus 7. Nəyin törəməsi kök altında x minus 7 edilir? Ne edirsən? Üstünü bir vayda artırırsan. Bu x minus 7'nin üstünde ne deməkdir? X minus 7'nin üstünde 2'de 1 demek. Bir vayda artır. X minus 7'nin üstünde 2'de 3. Böl artırdığına 2'de 3'e. 8'den 11'e. Beraberdir. A minus 3'te 1'e. 2 qalxır dəyər bura. Belə. Bir dəfə 11 qoyursan yerinə. 11 qoyursan olur 2 vurulsun. 4'ün üstünde 2'de 3. Bölünsün 3. Bundan çıxırsan 8 qoyursan yerinə. 2 vurulsun. 8'den 7 çıxanda 1'in üstünde 2'de 3 bölünsün 3. Beraberdir. A minus 3'te 1. Bura 1'dir. Bura 2'nin kvadratıdır. Bu 2'ler getdi. 2'nin kubu 8. 2'ye vurdun 16. 16 bölünsün 3. Çıxılsın 3'te 2. Beraberdir. A minus 3'te 1. 3'e vursak hamısını. 16'dan 2 çıxdın. 14 beraberdir 3'e minus 1'e. A beraberdir 5'e. 31. Yuxarının vuruqları ayırıram. 1 çıx 2x, 1 plus 2x. Bundan gedir. Qalır burada 1 minus 2x. Nəyin törəməsi 1 eləyir? X-in. Nəyin törəməsi 2x eləyir? X kvadratının. Sıfırdan 1'e. Bir daha 1 qoyursan yerinə. 1 minus burada qalır 1 minus 2x, 1 plus 2x. Qaldı 1 minus 2x. Nəyin törəməsi 1 eləyir? X-in nəyin törəməsi x kvadratı? Sıfırdan 4'e. Bir daha 4 koyursan yerine 4 minus 4'ün kvadratı. Çıxırsan 0 koyursan. 0'dan da 0. Ve 0'dır. 4 minus 4'ün kvadratı edir mənfi 12. Devam edelim. 32 nömrəli sual. Funksiyasının grafikinin 2-1 nöqtəsindən keçən ibtidai funksiyasını tapın. 2x kvadratı. 2x'in kubu bir vayda artırdın böldün artırdın. 3x'in kvadratı bölü 2. Plus c. Plus c. 2 veriləndə 1 alsın. 2 ver 1 al. 2 vurulsun 2'nin kubu 8 bölü 3. Çıxılsın. 3 vurulsun 2'nin kvadratı 4 bölü 2. Plus c beraberdir 1'e. Beraberdir 1'e. Şimdi buradan da c'ni tapaq görək c nə qədər edir? Orta məxrac 6. Bura bölünür 2 dəfə. 16 da 32 çıxılsın. 3 dəfə 36 plus c bərabərdir 1'e. Buraya edir. Mənfi 4 bölünsün 6'da plus c bərabərdir 1'e. C bərabərdir 1 plus 1 plus 3'te 2, 1 tam 3'te 2. Olur D variantı. 33. İştirakləmişsən sahəsini tapın. Uşaqlar bu iştiraklənən yer 1'dən 3'ə kimidir. İntegral 1'dən 3'ə kimi x kvadratı dx. Qabiliyyətdə ən asandır. Nəyin törəməsi x kvadratıdır? X kubu bölünsün 1'dən 3'ə. Ilə 3 qoyursan yerinə 27 bölünsün 3 çıxılsın 1 qoyursan yerinə. 26 bölü 3. A variantı. Həmçinin burada da. Hardan başlayır? 0'dan 1'ə kimi. Hansı funksiyadır? X üstü 5 dx. Nəyin törəməsi x üstü 5 eləyir? X üstü 6 bölünsün 6'nı 0'dan 1'ə. Dəvə 1 qoyursan yerinə 6'da 1. 0 çıxırsan 0 qoyursan 0. Cavab 6'da 1. 35 nömrəli sual. Buradan fx bərabərdir. Bizə özü verildi ki, fx bərabərdir. 2 dənə f iştirir x bölünsün 3. Bunu. Biz bilməliyik ki, integral f iştirir x elə fx-ə bərabərdir. Bunu bilməz. İndi soruşur sənə bunun ibtidai funksiyasını tap. fx-in ibtidai funksiyasını tap. fx-in yerinə gətirib bunu yazırsın.
2 dənə f ştrix x bölünsün 3 dx. 3'te 2'ni atırsan çölə. Nəyin törəməsi f ştrix x eləyir? Yəni integral f ştrix x elə f x-ə bərabərdir. Plus c sabit ədəddir. Buradakı 4 də ola bilər, 10 da ola bilər. Buradakı uyğun variant A variantı. 36. 2x. Nəyin törəməsi 2x edir? X kvadratının. Nəyin törəməsi A edir? AX-i. 1'dən 2'ye kimi. Bərabərdir 5'e. 2 verirsən yerinə. Bilir. 4 plus 2A. Çıxırsan 1 verirsən yerinə. 1 minus A. Bərabərdir 5'e. A üzərində yazsın. 3 bərabərdir 5'e. A bərabərdir 2. 37. İntegral 0'dan pi bölü 2'ye qədər sinus kvadratı x. İstəyirsən dərəcə azaldaq ən yarısı. Çünki nəyin törəməsinin sinus kvadratı x olduğunu əzbərə deyə bilmirik. Dərəcə azaldaq. 1 minus kosinus 2x bölü 2. 2'də 1 atdıq çölə. 0'dan pi bölü 2'ye 1 minus kosinus 2x. 2'də 1 qaldı çöldə. Nəyin törəməsi 1 eləyir? X'in. Nəyin törəməsi sinus kosinus 2x eləyir? Sinus 2x bölünsün 2'nin. 0'dan 90'a. 90 qoyursan yerinə. 2'də 1. Pi bölü 2 çıxırsın. Pi bölü 2'ni gətirib yerinə qoyursan. Eləyir sinus pi bölünsün 2. 0 qoyanda isə 0 alınır. 2'də 1'i vursan isə sinus pi'də alır 0. 2'də 1'i pi bölü 2'ye vursan eləyir pi bölü 4. Otuz 8. Bunu veribdir. Bunu soruşur. Bunu ayrı-ayrı yaza bilərsən də. 2'dən 5'e fx. Üstünə yensin. 2'dən 5'e 1 dx. Buranın cavabı 10'dur. Üzərinə yensin. Nəyin törəməsi 1 edir? X'in 2'dən 5'e. 10 üstünə yensin. Bir də 5 qoyursan yerinə. Bir də 2 qoyursan yerinə. Belə 3, 13. 39. İbtidai funksiyaların ümumi şəklini tapın. İntegral 2 dənə kosinus kvadratı kosinus 2x. 2'ni attım çölə. Nəyin törəməsi kosinus 2x edir? Sinus 2x bölünsün 2'nin. Üstünə c. Cavab elədi sinus 2x plus c. Xətləri ilə hududlanmış fiqurun sahəsini tapın. Hududlanmış fiqurun sahəsi. İntegral A'dan B'ye kimi birindən o birisini çıxda 2x çıxılsın 0 fiqurun sahəsi dx. Nəyin törəməsi 2x edir? X kvadratının A'dan B'ye kimi. B qoyursan olur B kvadratı çıxılsın A kvadrat. Yəni Y variantı. 41 nömrəli sual. Ştrixlənmiş hissənin sahəsini hesablan. Ştrixlənmiş hissə 1-dən 3'ə kimidir. Yazırsan integral 1-dən 3'ə kimi. Bu hansı funksiyadır? 1 bölü x. 1 bölü x dx. Nəyin törəməsi 1 bölü x-dir? Ln x-in 1-dən 3'ə kimi. Bir daha 3 qoyursan yerinə. Ln 3 çıxılsın ln 1. Çıxanda da bölürü eləyir ln 3. 42. Modulu açanda bilməlisiniz də, modul müsbətdir yoxsa mənfi. Bax, x 2-dən 5'ə kimi qiymət alır. Yəni 5'dən balacadır. Onda yerlərini dəyişib çıxardırsın. Buranı çıxarsan 5 minus x kimi çıxırsın. Və x 2-dən 5'ə kimi qiymət alır deyə 2-dən böyük qiymət də x. Ona yerlərini dəyişsin. Mənfi var deyə sadəcə işarə dəyişir. Mənfi x bölü 2. Cavab. 2'dən 5'ə kimi 7 minus 2x dx. Nəyin törəməsi 7 edir? 7x-in. Nəyin törəməsi 2x edir? X kvadratının 2'dən 5'ə kimi. Bir daha 5 qoyursun yerinə. 35 çıxılsın 25. Bundan çıxırsan 2 qoyursun yerinə. 14 çıxılsın 4.
35'dən 25 çıxanda eləyər 10. Çıxılsın 10. Cavab elədi 0. 42 nömrəli sual. 43 nömrəli sual. Ümumi şəklini tapın. Nəyin törəməsi 4 eləyir? 4x-in. Nəyin törəməsi 1 bölü x eləyir? ln x-in. Bir üstə üstünə gəlsin c. 4x minus ln x plus c. 44-cü sual. Bərabərliyi doğrudur. A-nın hansı müsbət qiymətində? Nəyin törəməsi x eləyir? X kvadratı bölünsün 2-nin. 1-dən a-ya kimi bərabər 12-yə. Bir də a qoyursan yerinə. A kvadratı bölü 2 çıxılsın. Bir də 1 qoyursan yerinə. 2-də 1 bərabər 12. A kvadratı minus 1, 2'ye vursak beraber 24'e. A kvadratı beraber 25'e. A beraber 5'e. Kırk beş. 2 tane y üstü 2x çıxılsın y kvadratı. 2'ni attın çölə. Nəyin törəməsi y üstü 2x eləyir? Y üstü 2x'in. X'in hamsalına bölürsən 2'ye. Bu isə y üstü x deyil, y kvadratıdır. Yəni bir də ədəd. Məsələn, nəyin törəməsi 5 eləyir? Nə deyirsən? 5x'in. Nəyin törəməsi y kvadratı eləyir? Y kvadratı x'in. Bir daha 1 qoy yerinə. 2'lər getdi. 1 qoyanda olur y kvadrat çıxı y kvadratı. Bundan çıxırsan 0 qoyursan yerinə. Daha bilir -1. 6-cı sual. Yukarıdan vurguları ayırsaq. X minus 4. X minus 1. Aşağıdan x'i çıxarsa x minus 4. İntegral 1'dən 2'ye. X minus 4'lər gedir. Qalır 1'dən 2'ye kimi. Ayrı-ayrı kəsr olmasını yazsa x x'e bölsən 1 minus 1 bölü x. Nəyin törəməsi 1 eləyir? X'in. Nəyin törəməsi 1 bölü x eləyir? ln x'in. 1'dən 2'ye kimi. Bir daha 1 qoyursan yerinə. 1 minus ln 1. Bundan çıxırsan 2 qoyursan yerinə. Daha doğrusu. İki qoyursan yerinə. 2 minus ln 2. Bundan çıxırsan 1 qoyursan yerinə. 1 minus ln 1. ln 1 onsuz da 0 deməkdir. Olur 2 minus ln 2 minus 1. Olur 1 minus ln 2. 47. Hududlanmış figurun sahəsinin tapılması. 47-də qəşəng sualdır. İndi danışırıq. Nömrəli sual. Bir xətləri ilə hududlanmış figurun sahəsi. Deməli, dostlar, bura bir 2 daha blokda iştirak edib sual. Bu da biraz uzundur. 2 üstün x'in üslü funksiyaların qrafiklərini bilməlisiniz ki, istənilən üslü funksiya, burası 0 verəndə 1 alır. 0 1-dən keçəcək. 2 üstü x'in qrafiki məsələn belədir. Bu 2 üstü x'in grafikidir. Məsələn 4 üstü x'in grafiki belədir. Böyük olan x oxuna daha yaxın. Y oxuna daha yaxın. Yəni solda yerləşən sağda yerləşəndən böyük olur. X bərabərdir A xətti. Bu da A xəttidir. Hududlanan yerdə buradır. Buranın sahəsini soruşur. Sahəsini verib daha doğrusu 4 asistan y. A-nı soruşur bizdən. Bu nə yazmalısın? İntegral 0-dan A-ya kimi yuxarıda olandan çıxdın aşağıda olanı bərabərdir. Loqaritma 4 əsasdan y. Nəyin törəməsi 4 üstü x eləyir? 4 üstü x bölünsün ln 4-ün. Çıxırsan. Nəyin törəməsi 2 üstü x eləyir? 2 üstü x bölünsün ln 2-nin. 0-dan a-ya kimi bərabərdir. Loqaritma 4 əsasdan y-yə. Bir də a qoyursun yerinə. Olur 4 üstü a bölünsün ln 4. Çıxırsın. 2 üstündə a bölünsün ln 2. Bundan çıxırsan 0 qoyursun yerinə. 0 qoyanda yerinə eləyər 1 bölünsün ln 4. 4-ün üstünə 0 1 eləyir. Çıxılsın. 1 bölünsün ln 2. 2-nin üstündə 0 1 eləyir. Bərabərdir. Loqaritma 4 əsasdan y-yə. Bu qaldırıram yuxarı. 4 üstü a loqaritma
4 əsasdan y çıxırsın. 2 üstü a loqaritma 2 əsasdan y minus loqaritma 4 əsasdan y plus loqaritma 2 əsasdan y bərabərdir loqaritma 4 əsasdan y-yə. Və burada 4'ü yazırsan 2'nin kvadratı kimi, bu qabağa gəlir 2'də 1 kimi. 4'ü yazırsan 2'nin kvadratı kimi, bura gəlir 2'də 1 kimi. 4'ü yazırsan 2'nin kvadratı, bura gəlir 2'də 1 kimi. Fikir versəz, hamısında loqaritma 2 əsasdan y var. Bölürəm gedir. Olur, bu da 2 üstündə 2a. Böləndə üstlər çıxılır. 2 üstündə 2a minus 1, minus 2 üstündə a, minus 2'də 1, plus 1 bərabərdir 2'də 1. Buradan da bunları islah eləsək, bunlar gedirlər. Qalır 2 üstündə a, 2a minus 1 bərabərdir 2 üstündə a. Əsaslar eynidir, üstləri bərabərləşsin. 2 üstü a minus 1 bərabərdir a-ya, a bərabərdir 1-a. Oldu 47-də a variantı. 48. Funksiyasının qrafiki və absis oxları ilə hududlanmış fiqurun sahəsini soruşur. Funksiyanın qrafikini qurmağa çalışaq, ən yaxşısı. 0 verəndə 0. Buna məsələn 1 verirsən. 1 verəndə alınır. 1 verəndə alınır mənfi 2. 1 verəndə mənfi 2. 2 verirsən. 4, 6. Yenə də mənfi 2. Nə bilmə, 3 verirsən. 3 verəndə alır 0. Həmçinin bunun müsbətində də eyni şeydir. Ya doğrusu mənfilərini də versən, yenə eyni şey alacaqsan. Məsələn, buna 3 verəndə 0 alırsa, mənfi 3 verəndə 0 alır. Yəni, bunun qrafiki belə bir şeydir də. Nəysə, belə bir şey. Bizdən deyir, absis oxları ilə hududlanmış fiqurun sahəsi. Buranı tapaq, buraq 2-yə də. Eyni şeydən burada da var. Onda integral 0-dan 3-ə kimi hansı funksiyadır? X kvadratı minus 3 modulda x funksiyası. Bunu tapaq. Onsuz da 0-dan 3-ə kimi x müsbətdir deyə buradan müsbət çıxır. Olur 3x. X kvadratı minus 3x dx. Nəyin törəməsi x kvadrat edir? X kubu bölü 3'ün. Nəyin törəməsi 3x edir? 3x kvadratı bölü 2'nin. 0-dan 3'ə kimi. Bir dəfə 3 qoyuruq yerinə. 3 qoysaq 27 bölü 9 çıxılsın. 3 qoysaq 27 bölü 2. Bundan çıxırsan 0 qoyanda 0 edir. 2-də 18 çıx 27. Burada nə edir bizdə? Mənfi 9 bölü 2, mənfi 4,5 elədir desən. Mənfi 4,5'i vuraram 2'yə. Çünki bu sahədən 2 dənədir. Bir dənə burada var, bir dənə də burada var. Mənfi 4,5'i vuraram 2'yə eləyər, mənfi 9. Amma sahə dediyə cavabı nə götürərəm? Müsbət 9. 9 nömrəli sual. 1 plus kosinus 2x. Təkrar edirəm. Kosinus kvadratı x'in dərəcə azalmasını bilin. 1 plus kosinus 2x bölünsün 2'dir. Yəni 1 plus kosinus 2x'in yerinə 0-dan pi bölü 3'ə kimi 1 plus kosinus 2x'in yerinə 2 dənə kosinus kvadratı x qoydum. 2 dənə kosinus kvadratı x qoydum. 2'də 1'i atıram çölə. Attım çölə. Nəyin törəməsi 1 bölü kosinus kvadratı x eləyir? Deməli, tangensin törəməsi nə eləyir? 1 bölü kosinus kvadratı x. Tangens x'in törəməsi. Tangens x'in törəməsi. 0'dan pi bölü 3'ə. Bir də pi bölü 3 qoyursan, olur 2'də 1 tangens pi bölü 3. Çıxırsan 0 qoyursan, 0 qoyanda 0 edilir. Tangens pi 2'də 1 tangens pi bölü 3. Tangens pi bölü 3 bizdə tangens 60 dərəcə. Pi bölü 3 180 bölü 3 bizdə eləyər 60 dərəcə. Tangens 60 da bizdə nə qədər eləyir? Kökdə 3. Cavab olur kökdə 3. Cavab oldu kökdə 3 bölü 2. 50.
Bir dənə inteqralın daxilində yaz. X minus 3 ortaq məxrəc olacaq. X kvadratı minus 3x minus 2x plus 6. Bu da bərabərdir. İntegral x minus 3 x kvadratı minus 5x plus 6 dx bərabərdir. X minus 3 ortaq məxrəc. Yuxarını vurğular x minus 3. Yuxarını vurğular x minus 3, x minus 2. X minus 3'lər getdi. Qaldı integral x minus 2. Nəyin törəməsi x eləyir? X kvadratı bölü 2'nin. Nəyin törəməsi 2 eləyir? 2x'in. Plus bir də c. X kvadratı bölü 2 minus 2x plus c. Bu c variantı. Əlli sual bizə elədik. 10 dənə də qalsın dərsinizdə verərsizlər.